Əziz izləyicilər, Hacı Süleyman metrosuna yaxın Nargilə rezidensidə yeni bir mənzilimiz satışa çıxdı. Mənzilimiz 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 2 otaqdan 3 otağa düzəlmədir. 94 kvadrat ümumi sahəsi var. Hal-hazırda mənzilin qonaq otağındayıq. Ölçüsü çox genişdir. Mebellər yığılıb. Bura mənzilin mətbəxi. Mətbəxin ölçüsü də genişdir. Mətbəx mebeli də tam yığılıb tavana qədər. Otaqların döşəməsi parketdir. Mətbəxin döşəməsi qranit mərmər istif olunandır. Eyvana çıxışı var. Keçək digər otaqları göstərim. Bütün otaqlarda pərdə lüstr asılıb. Mənzilin giriş qapısı, dəhliz hissəsi, dəhliz mebeli yığılıb. Girişlə üzbəüz uşaq yataq otağı. Bu yataq otağının ölçüsü də normaldır. Rahatçılıqla bütün mebellər yerləşdirmək olar. Dəhlizin döşəməsi də qranit mərmərdə istif olunandır. Keçək digər yataq otağını göstərim sizə. Mənzil yeni təmir olub. Təmir zamanı bahalı və keyfiyyətli materiallardan istifadə olunub. Bura mənzilin əsas yataq otağı. Bu yataq otağının ölçüsü çox genişdir. Rahatçılıqla qabaret mebelləri belə yerləşdirmək olar. Otaqların döşəməsi parketdir. Sanitar qovşağı ayrıdır. Bura mənzilin sanitar qovşağı. Bura hamam hissə. Məlumatları bir daha xatırladım. Hacı Süleyman metrosuna yaxın Nargilə rezidensidə yerləşir mənzil. 17 mərtəbəli binanın 10-cu mərtəbəsindədir. 2 otaqdan 3 otağa düzəlmədir. Sənəd müqavilə qiymət 255 min manat.